Bundan özrə qəsd eləmə ha. Get. Allah bir damcı qalmışdı yıxılmasına. Salam millət. Əfsanəvi bir video ilə sizin qarşınızdayım. Yəqin ki temanı bildiniz nədir? Nə olacaq, nə olmayacaq. Bu videonu topluluqda da açıqlamışım. Topluluqdan bəzi səviyyələrə gəlsindik. Bir də keçən videoda bildirdim ki, belə bir video gələcək. Bugün 2 mərtəbəli qardan ev tikəcək. Təsəvvür eləyin. Keçən il 1 mərtəbəli tikmişdik. O çox xoşunuza gəlmişdi, bəyənmişdiniz. Bugün isə 2 mərtəbəli ev tikəcək. Təsəvvür, yan-yana yox. 2 dənə üst-üstə. Qarın yəni dözümlülüyü lazımdır burada. Qurban, ikimizdən biri yəni üstdə qalacaq, birimiz altda yaşayacaq. Hansı mərtəbəni seçirsən? Üstü. Üstü, niyə mən qalım altında? O çıxacaq, çöşəcək üstümə. Mənliyim qalacaq orada. Artıq çoxdan da işə başlamışıq. Qısa bir sürətli versiyonu gələcək videonun ki, mən bunu necə hazırlamışam. Tək başıma gördüyünüz kimi bunları hazırlamışam artıq. Demək olar ki, işin yarısı görülür. Gördüyünüz kimi uşaqlar 4 dənə riyaddır, 4-cünü təzə qoymuşuq. Beləncə riyadla gedəcək. Orada da 2 riyad var, çünki hələ oranı da təzə başlamışıq 3-cüsü. 4-cüsü də gedəcək. Yavaş-yavaş eləyəndən sonra 4 riyad gedəndən sonra artıq üstünə taxtalar qoyulacaq. Bu mənim yerim olacaq. Artıq yəni taxtalardan sonra üstünə keçəcək. Nərdivanla qalxacaq. Uzağı bax bura qədər olar. Bunlar da indi qırım buzdan qırılmır. Hava da çox soyuqdur, qar yağır əməlli. Qoymaq üçün də 1-2 dənə test eləmişəm. Allah bunun üçün də az götürək. Baxın. Bir şey də bütün hər videoda şey olur. Pas. Deməli, qarı doldururuq, təpi ilə çoxlu vururuq ki, alta çox tam yatsın alta. Ona görə. Baxın, qoyuruq qıraqlardan və fırada gördüyünüz kimi beləncə bir qardan nə alınır? Yumru bir şey alınır. Götürürük və yavaş-yavaş əldə parçalana bilər. İndi məlumatlar verəcəm ki, bunu nə tər düzəldin. Çünki mənə keçən videoda verən var idi ki, suallar ki, deyən də var idi ki, biz düzəldirik, alınmır. Səbəbi isə çox sadədir. Baxın, gördüyünüz kimi tak beləncə yerinə oturur. Bu indi bu kağızları zaten buradan kağız deməkki yarpaqları götürəcək, daha yaxşı görsənəcək. Keçək əsas məsələyə. Mənə verilən suallardan biri budur ki, qarla bağlı. Biz bunu düzəldə bilmirik. Düzəldirik, qar yaxşı olmur. Uşaqlar, qar yağandan sonra bunu mən test elədim, alınmadı. Qar yağandan, yəni gün çıxandan sonra onun səhəri ya gün çıxdısa bir 3-4 saatdan sonra işə başlayın. Çünki qar yağandan sonra götürüb elə yumurlamaq olmur. Məsəl üçün bu qar təzə yağır, axşam da yağır da. Götürürük. Dünəndən gün çıxıb ya biraz rahatdır. Bax beləncə xəşilə dönür də, bax belə qarışır. Amma gün çıxandan sonra qar beləncə bərk olur da, sıxırsan belə, yəni əlində qalır, ləzzətli olur. İkinci sual. Qardan yenə ev tikirik belənçinə, aşır. Səbəbi budur uşaqlar. Gəl. Baxın, 1, 2. Üçüncü ortada belə bir ki dəmnə daşıdır da. Dəmnə daşın 5 qoşası deməyək, 5-i deyək, bax belə. 1, 2, 3, 4, 5. Beləncə bir qaydada getməlidir. Səhv onda olacaq ki, bax üst-üstə gedirsiniz. Baxın. 1, 2, üst-üstə gedir bunlar. 1, 2, üst. Mən bunları eləmişəm, yəni bu qapı yeri olacaq. Yəni birindən eybi yoxdur, amma hamısı elə olmasın. Elə olandan sonra ev yəni uzağı 1 saat ya da düzəldən vaxtda aşıb gedəcək. Balaca uşaqlara bildirirəm, çünki mənə deyirdilər ki, bunu düzəltmək istəyir. Ona görə də bunu dedik. Kanalımıza aşağıdan abunə olun. Yəni bu qədər əziyyət çəkirik. Qardaş, maşın düzəltdik. Qardaş, bir dənə villası satmırdı, onu da düzəldirik bu dəqiqə. Yəni başlayayım da yenə mən. Bu qardaş gördünüz mü bu Lamborghini'miz partladır. Gör, rolu yoxdur, başını bırax. Ya bunun da diskinin təkərinin bir qiyməti bir sən neçədir? O arasının biri sınır. Hani? Allah mən neydi? Yaliqan xada... Ay qırılıb da ya. 2 vur 2 görsən həll olundu. Beyin bedava. Satıram. 80 min idi, indi biraz qar yağı nə olub 100 min. 100 min qiymətə istəyən varsa götürsün aparsın. Gördüğünüz kimi riyadlar tamamlaşır. Son 1, 2, 3, 4 yarım. 4 yarım qalıb. Yəni həqiqətən də sevinirəm ki, qurtarırıq. Amma hələ onu demək olar ki, yəni birinci riyaddır. Yəni hələ davamı var. Bundan sonra daha çətin olacaq, üst qat. Və sonuncu. Gördüyünüz kimi bu riyad düzəldi. İndi bunun üstündə taxtalar gedəcək. Və ikinci qata gedəcək, bu nərdivanla olacaq. Mən ümid edirəm ki, 90% aşacaq.
Elə bir ki üst patoloku götürdü. Həm polu həm patoloku. Ötdü, bitdi, dümdüz çıxır bax. Dümdüz beləncə gəlib çıxırsa ağac əyri deyən beləncə olacaq. Nəsə idarə eləmək olar. Bunları bir-birinə beləncə keçirdirik. Amma getdikcə yer düşmən səviyyəsinə çatır. Bu biraz çətindir, baxın. Bundan sonrası düşəcək yerə. Bu gərək. Ay belə elə, olsa düz elə. Gördüyünüz kimi birinci qat şey oldu. Lap aşağını da göstər. Hazırlandı demək olar ki. İndi keçirik ikinci qata. Allah qorusun deyirəm, heç nə. Çünki çox qorxuludur. Barmaq qoymamış gedir. Yəni indidən yoxlamaq istəmirəm, bir dəfəlik açmasın. Keçdi ikinci mərtəbə. Axırıncı qatı da qoymuş olduq. Keçdi ikinci qata. Bunu iki yerə kəsirik. Niyə? Aha. Bundan əsər əlamət qalmadı. Bunu gördüyünüz bu hissədən necə qoyuruq. Əllərim donur. Barmaqlarım sızıldayır. Barmaqlarım çox sızıldayır. Abunə olun, like atın bu videoya görə. Artıq özümü çox pis hiss edirəm, həqiqətən. Ən azı mən 4-5 saat ki buradayım. Və sonuncu reydi də nə O neydi oğlum? səsi eşitdim. Ataqdan səsi deyir. Yo. Töküldü. O Hani? neydi? O neydi? Yo, çoxdan idi. Ha. İkinci qatda da keçdik. Artıq üçüncü qatda bilməm ev dözəcək, dözməyəcək. Satırıb pis vəziyyətdəyim. Yəni bəlkə də çəkdiyim ən acı videolardan biridir. Ay, pişik içinə girdi. Pişik düşsə mir olacaq burada. Əladır. Nice. Gördüyünüz kimi artıq 2 dənəsi qaldı. İçinə dən göstərək. Oha, pişik bura nətər çıxdı oğlum? Pişik yuxarıda Oy, deyil. ay. Göstər bu aralardan da hemen göstərir. Nətərsən pişik? O nətər çıxdı ha? Ağacdan. Ha. Pişik artıq evin tikdik. Zor villa, pişiyin maşını da var qaqaş. Evi də var. Bundan artıq nə istəyirsən, yem gətirəcək birazdan sana narahat olma. Ha, düşdü aşağı var təbii. Düşdü. Və sonuncu qoyulmuş oldu. Alqışlar. Əllərim tutmur. Bax. Gördüyünüz kimi nə qədər məncə. Uy, bir də buna baxsan canım. Əyilib ha. Təmiz əyilib, həqiqi zarafatçı, mən belə düşünmürdüm. Uşaqlar, yenə o iş mənə gəlir, qapqaranlıq bir dənə hissi məncə. Yəni qardakı yüngüldür deyə şeydir. Başçı sıxmış idi. Ay sağ ol. Qapı da qoy ki, lop ürəyim patlayır burada. Məncə işıq zad bəlkə olsa nəsə idarə eləmək olar. Quman, çıxırsan üstünə dediyin kimi. Çıxım. Çıxırsan? Ha. Davay, çıx. Quman, özünə qəsd eləmə ha. Ehtiyatlı olsan canı aşağı. Attın ayağımı. Qaqaş dayan. Qurma. Attım ortasına şeyin üstündəyəm, yox qardı. At. Buna. Eləmə. Keçəm ortasına. Ay yox. Bu modeliyyət eləmişik. Ay qurma. Bu gedib gəlir dala. Keçəm ortasına. Oo! Çıx qurban, çıx. A few moments later. Get. Get. Dondum. Bu modeliyyətə bax. Bu boyda bir saniye içinde getdi. Taxta yerində oynayır deyə altda. Zor ləzzət elə deyə. Axırda bir dənə ki başıma düşdü deyəsən.
Uşaqlar 2 saatdir kayda baxıram. Mədəmin hər yeri ağrıyır gülməkdən. Alavı nətər yığıldı aza. Sağ olun, salamat qalın uşaqlar. Buranı göstər ha.